Jülyen hazırladım, biraz fərqli üsulla. Uşaqlara dönər əti hazırlamışdım. Toyuğun sinə ətindən əvvəlcədən marinavat eləmişdim və ətdən biraz bol qalınca onu dəyərləndirdim. Kərə yağında qovurdum. Ətə duz, istiot, paprika və biraz sarı kök əlavə eləyib bir gün soyuducuda saxlamışdım. Bir qutu göbələyi də yaxşı yudum, qabığını soydum, kərə yağında doğrayıb qovurdum. Daha sonra isə göbələyi toyuğun sinə ətinin üzərinə əlavə edib qatışdırdım. Onun da üzərinə bir qutu xama əlavə etdim. İstəsəniz qaymaq da əlavə edə bilərsiniz. Məndə evdə xama olduğu üçün xama əlavə etdim. Daha sonra qatışdırıb sobada bişirmək üçün şüşə qaba əlavə etdim və onun da üzərinə əvvəlcədən rəndələdiyim Holland pendirini gəzdirdim. Mən biraz Holland pendirini bol istifadə edirəm. Elə daha ləzzətli olur. Və sobada Holland pendiri əriyənə qədər bişirdim. Holland pendiri əridikdən sonra servis etdim. İnanılmaz ləzzətli alındı. Yəni bir sözlə hazırlaya biləcəyim ən ləzzətli jülyenlərdən birini hazırladım. Heç belə ləzzətli çıxacağını düzün desəm özüm də gözləmirdim. Fikir olsun deyə paylaşdım. Sizlər də hazırlayıb nuş edin.